Hamıya salam əziz şagirdlər. Mən bugün sizə sınaqdan 30 sualın izahını verəcəm və ilk növbədə əyən dərslərim haqqında məlumat vermək istəyirəm. Dərslər Şirvan şəhərində keçirilir. Həftədə 3 dəfə əsas dərslərimiz olur və ödənişsiz əlavə dərslər də olur. Ətraflı məlumat üçün videoda göstərilən nömrə ilə əlaqə saxlayın. İndi gəlin keçək sınağımıza. İlk sualımız uşaqlar possessive case, yəli hal haqqındadır. Gəlin bir-bir variantlara baxaq. A variantında biz görürük ki, gəlin ümumiyyətlə bunu başa düşək ki, uşaqlar bu nitq hissəsi isimdir, düzdür? Demək ki, bu apostrof ismə qoşulmalıdır və özündən sonra da isim gəlməlidir. Bunu mütləq yadınızda saxlayın. İsmə qoşulur, özündən sonra isə isim gəlir. Zaten nitq hissəsi olaraq ismin yəli hal dediyimizə görə, yəni bu cür yadda saxlayırıq. A variantında uşaqlar baxın, birləşməmizdə to be fond of. To be-ni açsaq biz görərik ki, am, is, are verir bizə, düzdür? Demək ki, bu apostrof s yəli hal deyil, isin qısalmışıdır. A variantına çıxdıq. Sonra baxırıq uşaqlar, going to learn. To be going to ifadəsi var idi. Gələcək zamanda biz bunu öyrənmişdik. To be going to, yenə də buradakı to be-ni açsaq bizə is verir və to be going to plus fail gəlir də biz bunu bilirik. Sonra baxırıq C variantına. Baxın, dedik ki, apostrof ismə qoşulmalıdır, düzdürmü? What nədir? Əvəzlidir. Sual sözüdür. Yəni, bu isim deyil. What is the problem? Plus uşaqlar, okey, bunu bilmədiniz, düzdür? Baxın, nöqtədən, daha doğrusu apostrof S-dən sonra bizə article verib. Və biz dedik ki, isim gəlməlidir. Birbaşa isim, artiklsız. Öncə C variantında səhvdir. Gəlin bir də Y variantına baxaq. Baxın, yenə də qoşulub nəyə? Əvəzliyə və özündən sonra not hissəciyi gəlib. Uşaqlar, özündən sonra not hissəciyi, got, been, bu kimi sözlər gəlirsə də bu yəli hal deyil. Gəlin D variantına baxaq. The moon's the earth satellite. Baxın, mütləq şəkildə mən uşaqlara deyirəm ki, uşaqlar yəli hal testində cümləni axıra qədər oxuyun. Ola bilər ki, sizdə birinci verdiyi apostrof yəli hal olmasın, amma ən axırıncı verdiyi olsun. Yəni, ən axırda verəndə də bu yəli haldır da, bilirsiniz. Baxın, the moon buradakı isdir. Çünki article zaten article'dan biz bunu bilirik ki, bu yəli hal ola bilməz. Amma baxın, earth-ə qoşulub, apostrof s verib və isim verib. Bu artıq yəli haldır. Siz bunu birincidən okey çıxacaqsınız ki, bu yəli hal deyil. Mütləq şəkildə axıra qədər oxumaq lazımdır. Biri cavabımız olur, D variantı. İkiyə keçirik, article-dır. Madagascar is an island. Baxın, adadır. Biz demişik ki, adalar, dağlar artiklsız istifadə olunur. Bizim istisnalarımız var idi uşaqlar. Adalar qrupu və dağlar qrupu. Buradakı qrup nədir? Çox abituriyent bunu başa düşmür. Uşaqlar, sadəcə cəmlənmə. Əgər dağ, ada cəmlənibsə, o zaman Z artiklını veririk. Tək adadırsa, tək dağdırsa, o zaman artiklsız veririk. Və yenə də Afrikada artiklsız istifadə olunur. Cavabımız qalır C variantı. 3. Baxın. Mən görürəm ki, burada vahidliyi bildirən isim var. Başqa hansılar var idi? Sky var idi, earth var idi, moon, sun. Bunlar Z artiklından istifadə olunurdu. Sonra uşaqlar, last month demişik ki, lastdan sonra nədir bu? Zaman bildirən sözlər gəlir və bu zaman zərfidir. Düzdürmü? Onun üçün də biz bundan artikl istifadə etmirik. Cavabımız qalır B variantı. 4-ə baxırıq uşaqlar. Bring exam notes and some materials. Baxın, bu da uşaqların çətinlik çəkdiyi mövzulardandır. Gəlin bunu qəşəng bir izahını verim sizə. Nöqtədən sonra isim görürəm. Düzdür? İsim görürümsə uşaqlar, bu azəz və azəz sözünü götürmürəm. Çünki bunlar isimsiz istifadə olunur. Sonu eslilər isimsiz. Demək, D variantı çıxdı. Ən azə uşaqlar, buradakı ən artiklından bilə bilərsiniz ki, bu sayılan tək isimlərlə istifadə olunur, amma buradakı cəmdir. Anı da çıxdım. Sonra uşaqlar, samdan sonra heç vaxt Z artiklı vermək olmaz. Bunu mütləq şəkildə qeyd kimi özünüzə götürün. Sam plus Z artiklı olmaz. Amma sum of plus Z artiklı olmalıdır. Onun üçün C variantda çıxır. Everydən sonra da sayılan tək isim götürürük. Cavabımız qalır some other materials. Sonra 5-ə baxırıq. Demək, I have an uncle. Baxın, bu cür sözlər görürsünüzsə uşaqlar variantlarda. O zaman nöqtədən əvvələ baxırsınız, canlı və ya cansız olmaqla. Uncle nədir? Əmi, dayı. Canlıdır, düzdür? Demək ki, mən burada zəti mütləq götürürəm, hunu mütləq götürürəm. Humu da götürə bilərəm, qalsın. Which götürmürəm. Gəlin dördləri çıxaq. Və baxın, humu nə zaman götürürəm uşaqlar? Humdan sonra mübtəda plus xəbər olur. Mübtəda plus xəbər. Hudan sonra isə birbaşa xəbər gəlir. Onun üçün cavabımız olur B variantı. Baxın, has. 6. Baxın uşaqlar, bu cür testi necə işləyirsiniz? Əgər, baxın, biz demişik ki, sifət plus isim
qaydamız var və yaxud da isim plus isim qaydamız var. Bu zaman biz hər zaman sonuncu isimlərə baxırıq. Sifət isim, isim. Amma burada uşaqlar isim-isimdir, okey. Yəli hal girib ortaya. Yəli hal giribsə ortaya biz həmişə uşaqlar nə demişik? Məsəl üçün, yəli hal keçəndə deyirik ki, məsələn, sözün qarşısında en artiklı verirsə, mütləq apostrof s olmalıdır. S apostrof olmaz. Demək ki, bunu nəyə görə götürdük? Yəli hala görə götürdük də, bundan sonraki sözü görə götürmədik. Düzdür? Demək, buradakı mən birinci qoyacağım sözü yəli hala görə qoyacağam. İkinci ismə görə yox. Və bu nədədir? Təkdədir. Təkdə olduğu üçün mən cəmləri çıxıram. Sonra uşaqlar, didn't ayrıca sualdır, düzdür? Bu zaman mən nə edirəm? Demək, mübtədaya uyğun qoyuram. Biz bilirik ki, bu cür sual növündə ikincini mübtədaya uyğun qoyuruq. Bizim mübtədamız tələbələrin ola bilməz. Tələbələrin müəllimləri olar da. Onun üçün də uşaqlar cəmdədir. Cəmdə olduğu üçün itlə hini çıxırıq, cavabımız qalır C variantı. 7. Nida cümlələridir. Nida cümlələrində biz how ilə what-u görmüşük uşaqlar. How ilə what-da, what-dan sonra uşaqlar, baxın, quruluşları yazmaq lazımdır. What-dan sonra sifət plus isim gəlir. Sifət plus isim. Və bu zaman isim sayılan təkdirsə, bura mütləq şəkildə en artiklını verməliyik. How-da isə uşaqlar, sifət və ismin arasında Z artiklı işarə əvəzliyi girməlidir. İndi gəlin baxaq. 3-ə baxaq ümumiyyətlə. What is sharp knives? Baxın, verib, amma cəm verib. Olmaz. How is a sharp knife it is? Şuralar dedik ki, sifətlə ismin arasına girməlidir C artiklı. Ona görə cavabımız qalır 1 ilə 2, yəni A variantı. 8-ə baxırıq. Variantlar o tərəfdə qalıb. Gəlin, ümumiyyətlə baxaq görə hansı qaydadır bu. Okey, agreementdir. Nöqtədən sonraya baxırıq. A lot of flour. Uşaqlar, bunda abituriyentlər çox çaşır. Niyə? Deyir ki, müəllimə, a lot of vardı, çoxlu deməkdir. Çoxludursa bu demək ki, burada cəmlik var da. Amma deyirəm, yox uşaqlar. Orada kəmiyyətə, yəni nəyinsə çoxluğuna, azlığına fikir vermirsiniz. Siz struktura fikir verməlisiniz. Bu nə deməkdir? Yəni mənaya yox, struktura fikir verməlisiniz. Buradakı sözün təkliyinə və ya cəmliyinə. Flour sayılmayan isimdir. Sayılmayan isimlər nədir? Tək isimlərdir. Düzdür? Yəni çoxlu un deməyinə baxmayın. Flour burada sayılmayansa, təkdirsə, mütləq şəkildə mən burada tək götürməliyəm. Yəni, baxıram ki, cəmləri çıxıram. Were are çıxır. Sonra baxırıq bura. A week ago deyib zamanımıza uyğun qoyuruq. A week ago ümumiyyətlə görəndə biz nə demişik? Demişik ki, sadə zaman götürməliyik. Keçmiş sadə zaman. Keçmiş sadə. Onun üçün cavabımız olur there was. Sonra 9-a baxırıq. Nick didn't phone us. Deyir, Nick bizə zəng etmədi. Çünki o məşğul idi. Tərcüməyə baxmalıyıq. Sonra, uşaqlar, while görürsünüzsə, davam etdiyi zaman götürürsünüz orada. Və mütləq şəkildə uzlaşmaya fikir verməlisiniz. Onun üçün cavabımız qalır C variantı. Were doing bizim davam etdiyi zamanımızdır. Və keçmiş zamandan keçmiş zaman uzlaşdığına görə biz burada was götürdük. Are doing niyə götürmədik? Çünki are, was uzlaşmır. Was, will, keçmiş, gələcək uzlaşmır. Keçmiş, indiki uzlaşmır. Hansı zamanlar uzlaşır? Keçmişlə keçmiş zaman, indiki ilə indiki zaman, indiki ilə gələcək zaman. 11-ə baxırıq. We will stay, uşaqlar, stay-dən sonra əgər böyük yerlər, yəni şəhər və ölkə gəlirsə, in veririk. Kiçik yerlər gəlirsə, at veririk. Dubai nədir? Böyük yerdir. Onun üçün biz ondan in veririk. Sonra baxırıq Friday. Uşaqlar, burada deyir ki, biz Dubai'da 5-ci günə qədər qalacağıq. 5-ci günə qədər də uşaqlar until-dir. Ona görə C variantı olur. Ümumiyyətlə, preposition testlərində tərcüməyə üstünlük verin. Çünki bütün prepositionların tərcümələri var. Onların tərcümələrinə fikir verin. Bəzi, bəli, ola bilər ki, gəlib birləşmələrimiz var. Məsələn, depend on, afraid of kimi. Yəni, onları əzbərləməlisiniz təbii ki. 12-yə baxırıq uşaqlar, bizdən passive voice-a çevirməyimizi istəyir. This exhibition will attract a lot of visitors. Mütləq şəkildə mübtəda, xəbər və tamamlığa ayırmalıyıq. Tamamlıq gəlməlidir mübtədanın əvəzinə. Yəni, a lot of visitors mənim mübtədam olmalıdır. Yəni, this exhibition buradan çıxır. Və uşaqlar, will attract, xəbərimin zamanına baxmalıyam. Xəbərimin zamanı gələcək zamandadır. Gələcək zamanda olduğu üçün də bizim düsturumuz nə idi? To be üstə gəl feilin 3-cü forması. Bu to be-ni gələcək zamana görə dəyişin. Nə olur? Will be. Will be olur feilin 3-cü forması attracted. Yəni, cavabımız would be çıxır, have been çıxır, are çıxır. Cavabımız Y variantıdır.
13-ə baxırıq. Demək, a number of travelers, uşaqlar demişik ki, a number of-un xəbəri cəmdə olur. A number of və the number of. Bunlardan sonra, hər ikisindən sonra da cəm isim gəlir. Amma a number of-un xəbəri cəmdə, the number of-un xəbəri isə təkdə olur. Cəmdə olduğu üçün mən burada götürəcəm have visited, bir də visit. 1-2. Ümumiyyətlə, tək xəbərlər hansıdır uşaqlar? Is, was, has və feilin sonu is. Baxın, sonu hamısı isdir. Sonu islər, demək ki, xəbər təkdir. Cəmlər hansılardır? Are, were, have, feilin özü. Burada da hamısı id. 14-ə baxırıq. Demək, last summer verib bizə burada uşaqlar. Last plus zaman bildirən sözlər olanda bu keçmiş sadə zaman idi. Keçmiş sadə zamanın sualı necə düzəlirdi uşaqlar? Didlə. Demək ki, mən burada didləri gəlin saxlayım. Və baxıram ki, uşaqlar did varsa, ümumiyyətlə tək diddən söhbət getmir. Burada do, does da. Do, does, did cümlədə varsa, feilin öz zamanında olmalıdır. Feilin öz forması, birinci formasında olmalıdır. Yəni, traveled burada olmaz. C variantı qalır. Sonra 15-ə baxıram. Şöyle bayaq dedim, afraid of birləşmədir. Irregular verbs'dir, yəni qaydasız feillər. Bunları əzbər bilmək lazımdır. Qaydasız feillərimiz hansılardır uşaqlar? Burada eat, ate, drew. 1, 2. Bunlar played olur və answered olur. A variantı. 17-yə baxaq. Uşaqlar, bu sifətin dərəcəsidir. Yəni ki, mən burada görürəm zən. Zən görürəmsə, deməli, mən burada müqayisə götürəcəm. Gəlin, baxaq, lucky adi dərəcədə çıxıram. The most üstünlüklü çıxıram. Uşaqlar ən çox çaşır maçda. Gəlin, bunu C-də çıxaq. Niyə? Çünki bir sifətdə ya er olar, ya more olar. Luck da nədir? Tək hecalıdır, erlə düzələcək. Bəs maçda niyə uşaqlar çaşır uşaqlar? Maçı görən kimi elə bilirlər ki, bu müqayisədir. Uşaqlar, biz demişik ki, maçdan sonra müqayisə dərəcə istifadə etməlisiniz. Maç özü müqayisə deyil. Maçdan sonra, yəni maç plus müqayisə dərəcə. Yaxşı mı? Yəni maçdan sonra burada luckier olsaydı, okey, götürərdik. Cavabımız olur Y variantı. Sonra uşaqlar, can't be changed nə deməkdir? Yəni deyir ki, passive voice-ə çevrilə bilməyən cümlələr. Passive voice-ə çevrilə bilməməsi üçün uşaqlar bunun tamamlığı olmamalıdır. Çünki niyə? Biz active voice-də, yəni məlum növdə tamamlığı tapırıq, sonra onu mübtədanın əvəzinə gətiririk. Əgər bu cümlənin tamamlığı yoxdursa, demək ki, mən bunu necə gətirəcəm mübtədanın əvəzinə, passive voice-ə çevirəcəm. Demək ki, çevirə bilmirəm. Düzdür? Və mən gəlin burada tamamlığı olmayan cümlə axtaraq. She was at school. O məktəbdə idi. Ümumiyyətlə, to be olan cümləni çevirə bilmirik. Biri götürürəm. She bought nothing. Baxın, o aldı heç nə. Buradakı nothing mənim tamamlığımdır. She had to leave at midnight. Baxın, mübtədam had to leave xəbərim. At midnight tamamlığım deyil, zərfliyimdir. 3-ü də götürürəm, cavabımız qalır A variantı. Baxın, she called the ambulance. Ambulansa zəng etdi. 19. Demək, burada isə uşaqlar, demək, when gəlib, düzdür. When-dən sonra biz bilirik ki, gələcək zaman istifadə olunmaz. Ona görə 3-ləri çıxırıq. Sonra baxırıq ki, uzlaşmaya görə gəlin tapaq. She will go to Georgia by car when they abolish the quarantine restrictions. Baxın, burada cavabımız olur gələcəklə indiki zaman, gələcəklə indiki uzlaşır və keçmişlə də keçmiş zaman uzlaşır. Cavabımız qalır C variantı. 20-yə baxırıq. The woman, baxın nədir? Canlıdır. Düzdür? Canlıdırsa, mən buradan isim plus what olmaz, qeyd götürürsünüz. İsim plus what qəti olmaz. Bu complete the sentence, cümlə tamamlamaq qaydasında da var. Which cansızlarından istifadə olunur. Gəlin baxaq. Who, whose və whoma. Uşaqlar, whose'da isim, əvvəldə isim olur. Whose'dan sonra da isim gəlməlidir. Amma burada nədir? Əvəzli idi. B-ni çıxdım. Who'dan sonra dedik ki, birbaşa xəbər gəlir. Whom'dan sonra dedik ki, mübtəda plus xəbər gəlir. Və burada you, mübtədam, so xəbərim. Demək cavabımız olur C variantı. 21-də the book, uşaqlar, by sözünə diqqət edirsiniz. Baxın, demək, participle to plus by plus gerund. Bunu yadımıza saxlayın. Demək, burada nə olacaq? Written olacaq, participle to. 22-yə baxırıq. She lost her parents at an early age. Uşaqlar, bu dəyişməzdir. At an early age. Bir də at the age of 5. Baxın, of varsa Z ilə verirsiniz. Sifət plus isim qaydasına yadınıza salın burada. Early age, an olur.
Cavabımız olur B variantı. 23-ə baxırıq. Demək, what beautiful bu təbii ki, gördüyümüz kimi nida cümlələrinə aiddir. Sifət plus isim gəlib, isim cəmdir. Demək, A artiklini vermələm. What-la Z artikli istifadə olunmaz. How-dursa burada Z artikli olmalıydı. How-dan sonra birbaşa Z olmaz. Cavabımız qalır D variantı. 24-ə baxırıq. Demək, burada modal feillərə aid uşaqlar nöqtələrdən sonra to görürük. Ümumiyyətlə, to ilə istifadə olunan modal feillər hansılar idi? Have to, ought to, bir də to be able to. To be able to. Gəlin baxaq variantlara. Can to istifadə olunmaz, must to istifadə olunmaz, can't to istifadə olunmaz, has to olar, is able to olar. İndi gəlin baxaq. My sister, baxın uşaqlar, buna mütləq şəkildə diqqət edin. But I am not. Baxın, bunu biz so do I qaydasında keçmişik. Okey, təsdiq verib, but-dan sonra da inkar verib. Və buranı nə verib? I am not. Baxın, əmlə verib. Düzdür. Və biz hansı modal feili demişdik ki, bütün modal feillər demişdik özü ilə düzəlir. Məsələn, burada must olsaydı, bura must olardı, mustn't olardı, can olsaydı, can't olardı. Amma to be ilə verirsə bu, o zaman demək ki, burada to be able to ifadəsini istifadə etməliyik. Cavabımız qalır Y variantı. Biz demişik ki, have to, has to olanda nə ilə veririk? Nədir bu? Do, does-la veririk. Qısa cavablarda. Demək, who is, burada baxırıq ki, over there var. Over there varsa uzaqda olanı bildirir. Uzaqda olanı bildirdiyi üçün mən buradan demək, this-lə these çıxıram və təkdədir, düzdür, təkdə olduğu üçün də those çıxıram. Hers-dən sonra, yəni bu isimsiz yəli əvəzli idi. Old man isimdir. Cavabımız qalır D variantı. 26-da uşaqlar, demək, gəlin cümləmizi quraq. Mütləq şəkildə make-up sentence-də birinci sözləri bir-bir, nədir bu? Tərcümələrini yazın özünüzlükdə, yəni mütləq şəkildə yazın və sonra cümləni başlayın qurmağa. Burada uşaqlar başlayacaq 5-lə. Our parents have cancelled our visit to History Museum. Bizim cümləmiz belə olacaq. Yəni burada olacaq, demək, 5, 1, 3, D variantı. The tourist, demək, cümləmdə görürəm soon, tezliklə və bu olacaq gələcək sadə zaman will reach. 28-də uşaqlar, Mrs. Umudova already, demək, already varsa bitmiş zaman olacaq və biz baxırıq ki, have olsun, yoxsa has olsun. Uşaqlar, have-i görən kimi have-i götürməyin. Mütləq şəkildə mübtədaya baxın, təkdir, yoxsa cəmdir. Mrs. Umudova təkdə olduğu üçün mən has visited götürürəm. 29-da düzgün passive voice olan cümləni seçməliyik. Uşaqlar, cümlənin sonu isimsiz yəli, əvəzli və sifətlə bitibsə, bu passive voice deyil. 2-yə baxıram. The enemy troops have been away. Uşaqlar, buradakı have been sözüdür. Yəni, əgər passive voice olsaydı, bundan sonra feilin 3-cü forması gələrdi, yoxdur. Was Steve helped by the government? Baxın, was helped. Mənim düsturumdur, tamamilə uyğundur. Sonunda sifətlə bitməyib. Was all the money spent? Düsturma uyğundur. To be üstə gəl feilin 3-cü forması. Demək ki, 3, 4 cavabımdır. 30-a baxırıq. Demək, she apologized for. Uşaqlar, ümumiyyətlə, prepositionlı birləşmələrdən sonra gerund götürürük. Yəni, saying. Sınavımız bu qədər idi, uşaqlar. Ümidvaram ki, sizə faydalı oldu. Videonu bəyənib mənim səhifəmi izləməyi unutmayın. Sağ olun, görüşərik.